Maşında tələsik biraz makyajladım, güzgüdə özümə baxıb gülümsədim. Sanki qarşıda bizi nəsə maraqlı bir şeylər gözləyir. Və çatanda elə bir sehirli bir aləmə düşdük. Rənglər, musiqi, uşaq gülüşləri, hər şey biraz uşaq kimi hiss etdirdi məni. Bilet aldıq, əlimdə saxlaya-saxlaya içəri girdim. İçimdəki uşaq artıq çoxdan oyanmışdı. Və bu görüntülər qalagramayla heyvanların canlı görüntüləri tam başqa bir həyəcan verirdi. Atraksiyonlar, işıqlar, sirkin çölü. Hər kadrda biraz xatirə, biraz xoşbəxtlik vardı. Bəli, bəzən xoşbəxtlik sadəcə bu qədər sadə. Biraz səs, biraz işıq və çoxlu sevinç. Popcorn almağı da unutmadıq. Biz çox əyləndik. Hələlik.